İzləyin, bu dəfəki reportajımızda keçmişə səyahət edəcəyik. Beş uşağı olana sonsuz deyirlər. 5 uşaq nədir ki? Gərək 8, 10, 12 uşaq olsun. Sevmişdim, görmüşdüm mənim. Bunların da bacıların içində az olsun balacana görəcəyim. Cavanlıq vaxtı yaxşı. İndi də qəşəngdir. Hə, indi də. İndi ondan da qəşəngdir. Bizə danış olsun. O tərəfdə evlər var. Bir evə yerə düşmədən 67 dənə evə bir-birinin aynasından keçmək olardı. Yeddə 8 oxuyardım, atla aparardılar gəlmir. Mən 47 ildir evliyəm. Mən bilirəm, o görüm düzmü demişəm. 47 ildir. 47 ildir, 44 ildir. Artıq demişəm. Artıq. Yaxşıları yox, bağışla məni. Bu dəfəki yolumuz Daşkəsənədir. Daşkəsənin qədim kəndlərindən olan Bayana gedirik. Murov dağlarının qoynunda, dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən Bayan kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Zamanın izlərini qoruyub saxlayan daş evlər, qədim körpü, 7-9-cu əsrlərə aid Çiçirəvəng Alban məbədi və bir çox dini tikililərin qalıqları bu kəndi əsl açıq hava muzeyinə çevirir. Kənd sakinlərinin dili ilə desək, Bayana şər qarışan vaxta çatmışıq və bu qədim məkanda 2 gün ərzində yerli həyatın ritminə yaxından şahidlik edəcəyik. Əziz qızım, soruşma halımı. Əzəldən taleyi öz olan mənəm. Sən Allah dindirib pozma əhvalımı, dərdi tuğyan edib güc olan mənəm. Oh, bilirsəm nələr yatır oldu sinəmdə. Didir bədənimi kədər də, qəm də. Dükanıbsı daha səbri kədər də, iqbalı yaş keçib giz olan mənəm. Aman Allah, bu dərdə dözəmirəm. Artıq da azarım, məlalım mənim. Ömür gedir, saç ağarı gün bə gün. Məkana doğrudur güzarım mənim. Sabah açılır. Burada insan yalnız yeni günə deyil, sanki zamanın dərin izləri ilə üz-üzə oyanır və beləcə gün başlayır. ...1988-ci ildən bu kənddə oluram. Haradasa burada 600-700 ailə yaşayır hal-hazırda. İndi o tərəfdə evlər var. Bir evə yerə düşmədən 67 dənə evə bir-birinin aynasından keçmək olardı. Birinci mərtəbəyə düşmədən qonşunun aynasından keçsin, 67 dənə evi gəlsin. Evlər o qədər sıxdı bir-birinə. Özümüz maraqlanıb saymışıq. Sonra aradan uçurdular, söktülər. Köçənlər köçdü, söktülər, satdılar materialını. Saat 5-də, 6-da qalxıraq, kət həyatıdır de. Mala, töyğa, cücə, buzova, belə rahatlayıraq.
Və darıxıraq da, darıxmıraq da, malımızla, heyvanımızla, çörəyimizlə, evimizlə, uşağımızla. Kənd həyatıdır, kartof əkirək, ot yığıraq. Və bu kənd çox qədimi kənddir. Bu kəndin tarixini necə bilmək olar? Çəkənlər gəlmişdi, ekspert də gətirmişdilər ki, kəndin tarixini bilmək üçün. O təyin eləmiş ki, o çinarın 1007 yaşı var. Gör, o çinarı da əllə əkibdilər də. O çinar o daşın üstündə pitəsi deyildi ki. Bunu əllə əkibdilər. 1007 yaşı var. İndi hardasa 2 il bundan qabaq, indi hal-hazırda bugünkü gün 1900 yaşı ola bilər. Və o tane üstü qara ev var, aynalarda göy 2 dənə yanaşı. Bax, ora xəstəxana olub. İndi məntəqə eləyibdilər, indi sadə elə belə. Sonra məktəbdir, bax, o məktəbimizin üstünü dəyişdilər. Burada hamısı maldarlıq, heyvandarlıq, əkinçilikdir, düzdür, daşın üzüdür, əkilsən o qədər bitmir. Var, hər şey var. Qazı var, işığı var. Haradasa 4 ildir çəkilib bura, qaz yox idi. Hamı odundan istifadə edirdi. Tası odundan istifadə, o da görürsən də, şəxsən mənim evimdə qaz var. Qazda da qaynat gəl çayı. Adi odun peçində də qaynat. Gör onun hansı tamdır. Eyni sudur. Heç bir şey də eləmirsən bunu. O da qaynadır, o da. İndi qəşəng bir çay dəmləyəcəyik. Məhət baba deyir ki, onda yaxşı fərqli otlar var. Həmin otları da daş kəsəndən yığıb. Görək indi o hansı otlardır. Məhət baba gətirirsiniz otları? Gəldim. Xeyli ot gətirmisiniz. Bunların hamısından çay dəmləyəcəyik. Hamısından çay dəmləyəcəyik. Bir hamısını deyək. Bir dənə bunu qatmayacaq. Bu ADN dəmlənir. Bu ən güclü bir çiçəkdir. Adı andız. Andız. Bu nədir? Qəribə bir Bu solma çiçəyidir. Bu 7 il solmur. Getdikcə böyüyür, açılır. Bu solma çiçəyi öz kisəsinin, qaraciyarın ən güclü dərmanıdır. Bunların hamısını daş kəsəndən toplamısınız. Hamısını daş kəsəndən burada sən çiçəklər hələ çoxdur. Burada dəmləyib içməyə bu saat hal-hazırda bu çiçəklər yaxşıdır. Bəs bu nədir? Bu qəhvli otudur. Qəhvli otu. Kəhli otu da ayrıdır, qəhvli otu da. Qəhvli otunun iyisi daha gözəldir. Əhteriyə ondan. Kəhli otunun qoxusuna bənzəyir. Bu bənzəyir, ancaq kəhli otu deyil, qəhvlidir. Bu daş yarpızıdır, böyrəkləri üçün. Bəs bunların çayda belə qəribə, acı dadı olmur ki? Olur, bunların hamısını qatanda ən çox bu qəhvli onların iyisini, qəhvlinin iyisi, qoxusu çoxdur deyir. Qəhvli bunları... Gözəl qoxur deyə tənzimləyir. Özünü daha çox iyisi gəlir. Onda gedək dəmləyək. Gedək dəmləyək. Gör necə tanış təmbiri, tanış gəlir lap rəngidə, qədəhlərin ahəngidə. Çox az olar, ona görə üstə biraz Su alırıq. Çox qəşəng bir qoxu gəlir. Amma daha çox qəfil otu dediniz bayaq, onun qoxusu gəlir. Qəhvətin çünki çox iyisi, çox tamı güclüdür. Acılığı var onda. Biraz var. Biraz acılığı var, amma bu solma qəfil otunun çiçəyidir. qəşəng Onun var. acılığını verən bu solma çiçəyidir. Amma acı olmağına baxmaq çox güclü dərmandır bax. Bunu içəndən sonra özümü çox yaxşı hiss eləyəcəm. Çox yaxşı hiss edirsən, vallahi. Çox sağ olun, əllərinizə sağlıq. Sağ olun. Bizə də nuş olsun. Bu sənin dövrək. Ləzzətli şeydir.
Bizim o tarafda bir Alaxançallı kəndi deyirlər. Orada 5 uşaq olana sonsuz deyirlər. Deyir, yazıq sonsuz uşağı yoxdur. 13-14 uşaq olan var. Bu Aşıq Ələsgərin nəvəsi burada olub. Bu kənddə olub, Axverdi müəllim. Bizdən də qabaq köhnə kişilər olub. Adi biz bir adama salam verəndə o salamı itirmir. Amma indiki uşaqlar buradan salam verir, arxadan ayağının altını qaldır. Bayan kəndi həm də bir çox köhnə Azərbaycan filminin çəkildiyi məkandır. Məsmə xala, Gəlirəm, bala, gəlirəm. Səsi eşidə bilirsiniz. Qarışdıra bilərəm mən. Bəli, bəli. Oy. İstidən gözlərim. Allah. Verin görün. Sağ olun. Bunun bacısını mənim dostum almışdı. Onlar bizdən qabaq ailə qurmuşdu. Bu bacanağımla getdik bir gün dedi ki, məndən dostu deyil, gedək qaynanam deyirlər. Bizə qaynanam. Onlar da getdik orada kızı gördüm, vuruldum. Dedim, gəldim, üzüm kəsmir atı yana. İndiki uşaqlar açıq deyir. Gəldim, bacanama dedim, aşkar, bu baldıdan nəsə xoşum gəldi. Üzüm də gəlmir. Getməm anama deyilən ki, Həyat xala, falan mənim baldızımı istəyir. Gəldi, bu da deyildi, dədəm dedi ki, getdi bir dəfə, dədəsi vermədi. Sonra da bir dəfə getdim, bizim bir kətçi vardı, Bulul arvad. Bizi bir otaqda apardı ki, danışsınlar. Bəst. İçəri girdi, qapını da çöldən bağladı, gördüm biraz hoppanı üstü. Dedim, ay qız, bax orada qapının ağzında dur, bir kəlmə söz soruşacaq. Dedi, de sözüm var. Ürəyi partlayır axın içəri. Dedim, mən səni istəyirəm. Sənin ürəyin var mı? Dəndə gördüm, bunun ürəyi vardı. Baxırıb, getdim meşədə fıstıq yığanda, getdim meşədən qaçırtdım tək. Mən də axşam qaldıq elənci. Səhər durdum, getdim qaynanamı məktəbdə işləyir. Xadimə işləyirdi. Bilirəm ki, məktəbə müəllim, tələbə gəlməmiş, gələcəkdir də bu. Getdim, ay Tamara xala, salam mələk, salam mələk. Nə tanıyır mən ki bu? Dedim, qızın xoşbəxt olsun. Deyən, dünən qızının birini Almaniya qaçırdıqlar. Dedi, hə, bala, deyirlər, nə bilim, qıçası da axsıyır, ağayır. Onda da operasiya olmuşdum. Tamara xala da dedi, belə deyirlər, dedim, ay Tamara xala, mən axsıyıram mı, qayğımı çəkirəm mi? Dedi, hə, bala, yox, indi sən o deyirlər, o görməmişəm. Dedim, vallahi, məni görən gözüm onu görsün. Xoşbəxt olsunlar, oğullu qızlı olsunlar, yaxşı olandı, mənlə dostdur, özüməm olmağa. Mənlə dostdur, məni göndərib ki, gəl, get yaş kağıdını qızın, al gətir, görə qızın necə. Bu da getdi məktəbin zabıçında idi, yaş kağıdı, atstat yazmağı vermişlər, onu yazdı. Getdi, aldı, gətirdi, bir yaş kağıdını alıb çimə qoyanda, dedim, Tamara xala, gördüyün kürəkənin indi mənəm. Bax, gör, bax, qızın qaçırdan mənəm. Dedim də yolum, İlarvad, hay, nə danışsan, hə? Dəhənə kimi yolumu çördüm, kirmiş, çıxdım, getdim. İlarvad orada. Axşam gəlmişdim, axşam gələndə səhər deyil, sənin adın nədir? Dedim adımı, qoy gedim hələ yaş kağıdını alım, gətirim, gələndə deyir. Onu da demədim, getdim yaş kağıdını alıb gətirəndən sonra, dedim, indi adım Məhət. Elə olurdu, bir ayda 3 dəfə, 4 dəfə mən Rusiyaya uçurdum. Alver eləyirdim, mənim o vaxtım. Alver eləyəniz. Ayrın alver eləyir. Ayrın alver eləyir. Alver eləyirdim. Cavanlara tövsiyəm odur ki, mehriban olsunlar. Ailəni istəyəndə də bu sənin ailəndirsə, gərək sənin canın yarın. Mən özüm şəxsən bir gün bundan ayrı ömür istəmirəm. İstəmirəm bir gün yaşamağı. Bizim qonşuların bir kəndisi vardı, ər-arvad ikisi də bir gün öldü. Axşam kişi öldü,
Kişini dəfn eləməmiş, səhərdə arvad ölür. El oldu. Axşama yoldaş öldü, sabah gəldi. Allah elə bir ölümü bizə də qismət edir. Səhər-səhər. Keçmişin nəfəsini bugünə daşıyan Bayanda insanların səmimiyyəti ilə vaxtın necə keçdiyini hiss etmədik. Biz gəzdik, gördük və yaşadıq. Bu yerləri görmək istəyənlər isə heç olmasa bir dəfə bu kənddən yolunu salıb tarixin ağuşunda duyğu dolu zaman yaşaya bilər. Gülçin Cəmil, Bəşir Əli, Mircavid Eminoğlu, Report Az.